Salam. Bayramda sobada bişirdiyim ördəyin dadı hələ də damağımızdan getməyib. Ət o qədər yumşaq bişmişdi ki, elə bil pambıq idi. Ağızda əriyirdi. Bişirəcəyim üsul çox gözəl bir üsuldur. Bu üsulla istənilən ətinizi bişirə bilərsiniz. İstər kənd toyuğu olsun, quzu əti olsun, dana əti olsun. Ürəyiniz istəyən hər bir ət o qədər gözəl bişəcək ki. Yəni heç kim inanmaz ki, bu ət sobadan çıxıb. Deməli mən ördəyimi qəşəng təmizlədim, ütdüm, artıq qalan tüklərini çıxartdım, duzladım, istiot İçalatından doğradım, içərisinə yığdım. Bir ədəd yaşıl almanı da doğrayıb içərisinə yerləşdirdim. Sonra bizə lazım olacaq yağlı kağız. 3 dəfə yağlı kağıza yaxşı-yaxşı bükürük. 3 dəfə bükdükdən sonra keçirik folqaya. Folqaya da 3-4 dəfə bükürük. Belə yaxşı bükdükdən sonra soba listinə qoyuruq. Üzərinə 1 litrdən də çox su tökürük, amma filtr suyu olsa daha yaxşı olar. Və 3 saatlıq 200 dərəcəlik sobaya yollayırıq. Arada mütləq suya nəzarət edin, çünki hərarət yüksək olduğuna görə su çəkilə bilər. Bu da bizim gözəlçəmiz. Xatırlayırsınızsa bu üsulla ötən günlərdə hinduşka bişirmişdim. Bir izləyicim yazmışdı ki, hinduşkanın əti yumşaqdır, hünərim var, ördək bişir. Bu da sizin üçün ördək. Bəh. Artıq biraz da qızarıb. Suyunu da az-maz buraxıb, çox ləzzətli bişib. Alma da içərisində içalata qarışıb əriyib. Təsəvvür eləyin bunun dadı nədir də. Bir sözlə artıq sözlərə ehtiyac yoxdur. Videodan da görsənir ki, ət necə gözəl bişibdir. Siz də mütləq bir dəfə də olsa bu üsulla bişirməyi yoxlayın. Bəyənməyi və mənimlə də bölüşməyi unutmayın. Nuş olsun.